İndi isə təhlükəli döngələr dediyimiz döngələri dönməyə öyrənirik. Biz buradan sağa dönürük Fuad. İlk öncə nəyə diqqət edirdik? Yolun relyefinə. Burada yolun relyefi necədir? Düz. Demək ki, nə əyləc pedalına ehtiyac var, nə qaz pedalına ehtiyac var. Düzü? Ancaq yenə də qarşımıza birdən piyada çıxar, birdən avtomobil çıxar deyə ayağımızı əyləc pedalının üzərində saxlayırıq. Hazır bir şəkildə. Ki, lazım olsa dayanma iqtidarında olaq. Birinci, yolun relyefinə diqqət elədik. 2, sonuncu maniyəmiz nədir? Hasarın küncü. Bəs indi necə Fuad? O hasarın küncü ilə bizim avtomobil arasında olan məsafə nə qədərdir? Çox az. Varmı 4-5 metr? Yerləşərmi bir avtomobil onunla bizim avtomobilin arasına? Xeyr. Deməli, geniş döngə deyil. Avtomobilimizin ön hissəsi maniyə ilə paralel olanda dönsək, avtomobilimizin böyrünü maniyə çırpacaq. Düzü? Yaxşı. Bəs yan məsafəmiz minimum 1 metr var. Yəni 1 metr, metr yarım, 2 metr. Bəli. Var 1 metr. Yox, çox az, ondan da az. 1 metr olmuş olsaydı, deməli bu dar döngə olacaqdı. Demək ki, 1 metrdən də azdır, dar döngə deyil. İndi avtomobilimizin güzgüsü maniyə ilə paralel olanda dönmüş olsaq, yenə də avtomobilimizin böyrünü maniyə çırpmış olacaq. Əgər yan məsafəmiz 1 metrdən də azdırsa, hansı ki indi 30 sant yan məsafəmiz olar ya olmaz. Əgər böyür məsafəmiz 1 metrdən də azdırsa, demək ki bu təhlükəli döngədir. Təhlükəli döngələrdə Fuad, biz daha çox irəliyə doğru çıxmalıyıq ki, dönərkən avtomobilimizin böyrünü bu maniyə çırpmayaq. Daha çox dediyimiz nə qədərdir? Avtomobilin ön hissəsi yox, güzgüsü yox, avtomobilin yarısı, bax bu dirək ki var, bu stoykamız. Avtomobilin yarısı maniyə ilə paralel olana qədər gedib sonra dönürük. Yaxşı, bir halda ki avtomobilin yarısı maniyə ilə paralel olana qədər irəliləmişik. Demək ki biz bu maniyə toxunmamaq üçün gecikməyə məcbur qalmışıq da, düzdürmü? Avtomobilimizin ön hissəsi yolun ortasındadır. Bir dövrə sükanı çevirmək bəs eləyər bizə? Xeyr. Demək ki, sükanı axıra qədər çevirməliyik və bir qədər cəld çevirməliyik ki, dönəcəyimiz yoldan gələn nəqliyyat vasitələri ilə toqquşmayaq. Aydın oldu? Məntiq də budur Fuad. Böyür məsafəmiz dönərkən sağa döngələrdir. Bu sola döngələrin hesablaması tamam fərqlidir. Sağa dönərkən böyür məsafəmiz nə qədər azdırsa, biz bir o qədər irəliyə doğru çıxmalıyıq ki, dönərkən böyrümüz maniyə çırpılmasın. Nə qədər də irəliyə doğru çıxmışıqsa, bir o qədər sükanı çox və cəld döndərməliyik ki, dönəcəyimiz yoldan gələn nəqliyyat vasitələri ilə toqquşmayaq. Aydın oldu? İndi əyləci buraxaq, irəliyə doğru hərəkət edirik, sükanı çevirməyək. Aha, indi bizim sonuncu maniyəmiz nə oldu? Maşın. Əhsən, aldanmaq lazım deyil. Artıq divar qüvvəsini itirdi. Sonuncu maniyəmiz oldu? Maşın. Avtomobil. Avtomobilin küncü, hansı küncü? Bu küncünə zaten biz dəyə bilmərik. Sol küncü. Bəli, o küncü. Deməli, maniyəmiz odur, onunla hesab götürürük. Əgər o avtomobil orada dayanmamış olsaydı, bəli, biz hasarla, bəli, maniyəmiz, artıq son maniyəmiz avtomobil olduğu üçün onunla hesablamalar aparırıq. İndi baxaq onunla yan məsafəmizə, nə qədər böyür məsafəmiz olar? 3 metr. Olar, 2 metr yarım olar. Demək ki, bu necə döngədir? Dar döngədir. Dar döngələrdə nə zaman dönürdük? Güzgünü maşın bucağı ilə paralel edib, axıra qədər döndərdik. Əhsən, əhsən, əhsən. Buyur, əyləci burax və döndər, cəld. Axıra kimi, biraz gecikdin, axıra kimi çevir. Tələsmə düzəltməyə sükanı. İndi qaytaq. 1, 2. Sükanı axıra qədər sağa yaxud sola çevirmişiksə, 2 dövrə əksinə qaytarmalıyıq. İndi bu avtomobilin qapısı açıla bilər deyə düşün. Bu avtomobilin arxasından bir uşaq qaça bilər deyə düşün. Ona görə bir balaca sola. Əhsən. Amma sol güzgünü yoxlamamış olmaz. İndi çox da yolun sol qisminə çıxmamamız üçün bir qədər sağa. Düz oldu avtomobil. İndi düzəldirik. Yəni sükan sənin əlindədir. Sağa eləyəcəksən, avtomobil sağa gedəcək. Sola eləyəcəksənsə, sola gedəcək.